İkinci gün yuxudan oyanar oyanmaz səhər yeməyinə yola düşdük. Otaqdan restorana gedənə qədər otelin içərisini sizə çəkib göstərməyə çalışdım. Çox maraqlıdır, çox qəşəngdir. Yeməyi bitirdik. Gedirik. Mənim qızım iş başında. Ancaq siz seminara gedirik. Seminara gedirik artıq. Otelin dörd bir yanı bax belə gözəl apelsin ağacları ilə əhatə olunub. Artıq biz daldayıq. Burada hər şey çox gözəl. Növbəti səyahətimiz Kipr olacaq və hal-hazırda siz onun reklamını görürsünüz. İnşallah ki, o səyahətdə daha çox komandamız üzvü ilə iştirak etməyi özümə arzulayıram, niyyət edirəm. Həqiqətən də düşünürəm, mən bu anları, bu hissləri başqa heç bir yerdə yaşaya bilməzdim. Yaxşı ki, birlikdəyəm, yaxşı ki, bu imkanlar mənim üçün də var və bu arada qeyd edim ki, bu imkanlar elə sizin üçün də var. Antalya səyahətindən tam bir həftə sonra mən Vyetnama da səfər edəcəm. Dış Türkiyə tərəfindən təşkil olunmuş bir səyahətdir və tam-tamına 9 gün olacaq. Çünki Vyetnam biraz uzaq ölkədir, biz 9 gün səyahətli olacaq. Hər bir xərc şirkət tərəfindən ödənilir belə səyahətlərdə və hər şey VIP olaraq təşkil olunur. Və qeyd edim ki, Kipr səyahətinin çətin şərtləri yoxdur. Şərtlərlə maraqlanmaq istəyənlər mənə yaza bilərlər. Türkiye'ye çıkıyor. Düzdür. Gömrü adı çaldı. Burada isə mən səhnəyə çıxıram və qızıl rütü ilə təbrik olunuram. Встречайте новые золотые директора ВПГ Азербайджана. Приветствуем, приветствуем! Burada çeklerimizle videolar çekmeye çalışırıq. Bunlar hamısı alınmayan kadrlardır.
Aha, onlarla alınmayan kadrdan sonra nihayet ki alınan kadrımız da var diyesen. Bunu ayrı video tekmat formasında da paylaşacağım inşallah. Kızlar az önce səhnəyə çıxdım. Təbii ki. Və mənə belə 200 min rubl çek verirlər. Yəni bu Azərbaycan puluna 3800 manat edir. Mən qızıl məsələsində gedərkən bu premiyanı almışam. Xərcləmişəm, ancaq bir çekini indi götürürəm. Çox gözəl hisslərdir. Hər kəsə arzu edirəm. Bununla bərabər bizə belə bir qızıl znaçok verdilər. Bu qızıl znaçok, məndə biri də var bundan. Yəni bu qızıldır, qızıldan biri də var. Ancaq ki məndə ümumiyyətlə sayı 5-cidir ki, mən belə bir beş nişanı qızıl znaçok qazanmışam. Direktor və baş direktora görə bu znaçoklar paslanmayan poladdan olur. Ancaq ki gümüş, qızıl və üst rütbələrə görə isə bunlar qızıldan olur. Burada yazılıbdır, mən bunu şəklində sizə atacağım. Burada yazılıbdır, demək materialı qızıldır, 585 şarlı, qramı ilə ölçüsü isə demək biri 25-in 25-dir, qramı isə 6 qramdır, 6.10 qramdır. Və üstündə belə bir brilliant qaşı var. Gümüş direktora görə brilliant qaş yoxdur. Qızıl direktora görə üstündə bir brilliant qaş var. Növbəti rütbələrə görə isə qaşların sayı artır. Təbii. Və komandanın çox arzu edirəm ki, bu gözəlləri özünüzə yaşadın. Çox gözəl hisslərdir. Uğur qazanmaq, uğur görə təbrik olunmaq, diqqət almaq, bir yəni təsdiq etmək, həm maaş, üstəlik də ki, qızıl hədiyyə götürmək həqiqətən də çox gözəl hisslərdir. Bunların hamısını birlikdə yaşamaq mümkünkən, bunları siz də edə biləcəyiniz mümkünkən, niyə etmirsiniz ki? Düzdürmü? Gəlin birlikdə böyük qazanaq və səhnələrə çıxaq. Qarşıda bizi bir səyahəti gözləyir, mən əminəm. Əminəm ki, bir çoxunuz həmin səyahəti qazanacaqsınız. O səyahəti qazanmaqla bərabər nəinki bir səyahət. Siz böyük məbləğdə pul və belə znaçoklar, dəyər, diqqət, sevgi və bir çox əvəz olunmayacaq hisslər qazanacaqsınız. Yəni bir səyahət kimi, bir bəsit bir səyahət kimi buna və gəlin birlikdə bu uğurları qazanaq. Mən qazanmaq istəyən, gözəl nəticələr göstərmək istəyən hər kəsin, amma hər kəsin yanındayam. Hər kəsə dəstəyəm, köməyəm. İstəyirəm ki, benim komandam bax bir burada iştirak etsin. Komanda bir neçə burada iştirak edir. Ancaq istəyirəm ki, çox böyük bir kütlə çıxışdır. Əminəm ki, də biz sitəsindən gələcəyik, biz bacarırıq. Sizin səsimə də çox görürəm. Belə, görürəm sizi. Dayan, hə, get. Burada isə nahar fasiləsinə yola düşürük. Biraz sizə yeməkləri çəkib göstərmək istədim. Çeşid həddən artıq boldur və hər biri çox dadlıdır. Daha sonra otelin kənarını gəzməyə çıxdıq. O qədər yaşıllıq, gözəl mənzərəli bir yerdi ki, çox bəyəndim. Daha sonra getdik dondurma götürməyə, dondurma da ödənişsiz. Sonra isə dəniz kənarına getdik, çoxlu videolar, şəkillər çəkdik və bunların hər birini sizin üçün ayrı-ayrı paylaşacağım. Hər birini ayrı-ayrı video təqdimat formasında görəcəksiniz. Başlamışam. Gözüme geldim, hiç videonu paylaşabilmedim. Və axşam çağı biz məşqə gəldik. Bu məşq
Qala gecəsində Azərbaycanı təmsil etmək üçün olacaq çıxışımızın məşqidir. Çox maraqlı alınıb. İnşallah ki, həmin video təqdimatları da sizin nəzərinizə mütləq çatdıracağam. Daha sonra isə axşam əyləncəsinə yola düşdük. Sadəcə izlədik biraz. Daha sonra isə oranı tərk etdik və otağımıza çəkildik. Bugünlük bu qədər. Üçüncü günü izləmədə qalın. Mütləq sizinlə paylaşacağım.